Əslində ən azı normal deyil ki, Aliyevin aqressiv ritorikası artıq belə demək mümkünsə aşpa deputatlarına da yox olur və onlar həmin platformada Azərbaycan leksikonunu istifadə etməyə başlayırlar. Lakin mahiyyət etibarilə daha məqsəd uyğun olardı ki, bu kimi fikir ayrılıqları iki tərəfli görüşlər zamanı səsləndirilsin. Axı tərəflər hələ o ideal münasibət səviyyəsinə çatmayıblar ki, Bakıdan və Yerevandan belə təqdim olunmuşdu, xüsusilə də Vaşinqtonda avqustun 8-də keçirilmiş görüşdən və ilkin sənədin paraflanmasından sonra. Bu məsələləri üz-üzə müzakirə etmək lazımdır. Məsələn, dünən Kopenhagen şəhərində baş tutan gözlənilməz görüş yaxşı fürsət idi. Lakin tərəflərin yaydığı rəsmi məlumatlardan da gördüyümüzü kimi bu mövzuya toxunulmayıb. Ermənistanın baş naziri və Azərbaycanın prezidenti regionda nəqliyyat kommunikasiyalarının faydasını vurğulayıblar. Azərbaycan ərazisində infrastrukturun inkişafı və Ermənistan ərazisində TRIP layihəsinin həyata keçirilməsi ilə bağlı irəliləyişlər müzakirə ediblər. Vaşinqton bəyanatın icraçı ilə bağlı fikir mübadiləsi aparılıb, lakin Zəngəzur dəhlizi ilə bağlı bir kəlmə belə işlədilməyib.